Salam əziz izləyicilər. Uzun zaman sonra yenidən Fakt proqramından növbəti buraxılışı ilə qarşınıza gəldik. Əlbəttə, geri dönüşümüzün əsas meyarı sülh, tərəqqi və bundan sonraki beynəlxalq əlaqələr də ola bilərdi. Ancaq düşmənin 10 noyabr müqaviləsi ilə alçaldılmış səriştəsiz rəhbərliyi yenə öz mənfur niyyətlərindən əl çəkə bilmədi və sərhəddə növbəti təxribat törətdi. Təxribatın kökü nə idi və düşmən nəyə nail olmaq istəyirdi? Keçək mövzumuza. 16 noyabr səhər saatlarında Müdafiə Nazirliyinin yaydığı məlumatda düşmənin geniş miqyaslı təxribatı haqqında məlumat dərc edildi. Düşmən bu dəfə sadəcə Laçın, Kəlbəcər və işğaldan azad edilmiş digər nöqtələrdə atəşkəsi pozmadı. Eyni zamanda Gədəbəy, Tovuz, Ağdam, Ağstapada yerləşən dinc yaşayış massivlərinin olduğu nöqtələr də nişan aldı. Bu dəfə düşmənin təxribatı uğursuz oldu. Günorta saatlarında bu səfər düşmən Laçında artilleriyadan istifadə edərək hərbi təxribat törətdi. Düşmənin əsas niyyəti Laçın və Kəlbəcər istiqamətindəki yüksəklikləri zəbt edib yeni reallıq yaratmaq idi. Ancaq düşmən yenə öz istəyinə nail ola bilmədi. Cəmi bir saat ərzində düşmənin hərəkətliliyinin qarşısı alındı və düşmən öz mövqelərini qoyaraq geriyə qaçmağa başladı. Bunu görən Ermənistanın hərbi siyasi rəhbərliyi yenidən car çəkməyə başladı ki, Azərbaycan Ermənistanın ərazisini zəbt etmək istəyir. Qısa müddətdə Ermənistan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyi ilə əlaqə saxladı və yardım istədi. Bunun ardınca Paşinyanın Vladimir Putinə zəng etməsi o qədər də çox çəkmədi. Ordumuz 44 gün düşmənə bir gün ərzində yenidən xatırlatdı. İrəliki günlərdə yəqin ki, bir günlük döyüşün ümumi məcrası haqqında məlumatlar dərc ediləcək. Bizim əlimizdə sosial şəbəkələr və düşmən materiallarından müəyyən məlumatlar olsa da, bunları paylaşmağı məqsədə uyğun hesab etmirik. Ancaq düşmən rəsmi mənbələri öz itkilərini bir nəfər göstərməyə çalışsa da, öz müxalifətləri və parlament nümayəndələri bu itkilərin 50-dən çox olduğunu bildirdi. Atəşkəs Rusiyanın təşəbbüsü ilə yenidən bərpa edildi və Rusiya Ermənistanı bir daha xilas etdi. Əgər döyüşlər davam etsəydi, Ermənistanda tezliklə nəşləri bastırmaq üçün adam tapılmayacaq. Düşmənin yeni reallıq yaratmaq istəyişinin əsas bir səbəbi var idi: Zəngəzur dəhlizi. Ancaq Ermənistana bir daha göstərildi ki, bu reallığı Azərbaycan ordusu özü də yarada bilər. Bu səfər 10 noyabr bəyannaməsi belə sinifdə qala bilər. Bu günlük bu qədər, gələn görüşlərə qədər.